Salam, hər vaxtınız xeyir olsun. Yəqin ki, bilirsiniz, gündəlik orqanizmin kalsium olan tələbatın 800-1000-1500 mg arası dəyişir bu. Gündəlik kalsium qəbul etməyən insanlar, yəni yeməklə kalsium ala bilmirsinizsə, TNS-in gördüyünüz bu yoğunlaşmış kalsiumu mən təklif edərdim. Tam təbbidir, heç bir əksəsir yoxdur, 98% soğurulur. Özüm də içirəm hal-hazırda. Burada hazırlamışıq. Birazdan içəcəyik inşallah. Vasif bəy, kalsiumla bağlı nə danışa bilərsiniz? Kalsiumla bağlı çox şey danışmaq olar. Əvvəla, salam, hər vaxtınız xeyir olsun. Kalsium insana gündəlik lazım olan bir tikinti materialdır, doğru dildə deyəndə. Tək kalsium deyil, bu kalsiumun tərkibində 70-ə yaxın vitamin və digər maddələr var. Nəyə görə biz bunu içməliyik? Çox sadə. Çünki gündəlik qidadan biz ala bilmirik və bunu da ala bilmədiyim üçün bu zamanla, bir günə, bir aya, bir ilə yox, zamanla, illərlə bizdə kalsium çatışmamazlığı və digər vitamin çatışmamazlığına gətirir ki, bu da birbaşa sümüklərin sıradan çıxmasına, soğurulmasına, sümüklərdən olan kalsiumun soğurulmasına, qana, həmçinin osteoporoz, sümük əriməsinə, vəz problemlərinə və 165-ə yaxın xəstəliyin başlamasına gətirib çıxarır. Bu qədər sadə. Buna görə gündəlik kalsium sağlamlığın açarlarından biridir. Sağ olun. Təşəkkür edirəm dəyərli məlumatlar üçün.